Salam uşaqlar, bugünkü dərsimiz Azərbaycanın cənub xanlıqları və ümumiyyətlə xanlıqların yaranması haqqında olacaq. Azərbaycan tarixində 18-ci əsrin ortalarından 19-cu əsrin 1-ci rübünün sonuna qədər davam edən bu dövr xanlıqlar dövrü adlanır. Bu dövr Azərbaycanın 9 və 11-ci əsrdə olduğu kimi feodal dağınıqlı dövrü kimi səciyyələnmişdir və 18-ci əsrin ikinci yarısında Azərbaycanda feodal dağınıqlığın əsas səbəbləri feodal arasında mübarizənin kəskinləşməsi idi. Nadir Şah Əfşarın dövlətinin süqutundan sonra Azərbaycan ərazisində xanlıqlar, sultanlıqlar, mərkəzlər və cəmaatlar yaranmışdı. İndi Azərbaycanın iki əsas xanlıq qrupu vardır. Bunlar şimal və cənub xanlıqları. Cənub xanlıqları hansılar idi? Urmiya, Xoy, Təbriz, Qaradağ, Ərdəbil, Maku, Sərab, Zəncan, Marağa və Gülan xanlığı idi. Şimal xanlıqları hansılar idi? Şimal xanlıqları Şəki, Şamaxı, Quba, Dərbənd, Bakı, Gəncə, Cavad, Lənkəran, Qarabağ, Naxçıvan və İrəvan xanlıqları idi. Bunlardan əlavə olaraq sultanlıqlar var idi. İlsu, Qəbələ, Qutqaşen, Qazax, Şəmşəddir və Borçalı. İndi baxaq meydana gəlmə səbəbləri nə idi Azərbaycan xanlıqlarının? İqtisadi əlaqələrin zəif olması, natural təsərrüfatın hökmranlığı, muxtar pul, çəki və ölçü vahidlərinin tətbiqi, feodalların müstəqillə can atmaq cəhdləri və feodal parçalanmışlığının mərkəzi hakimiyyətin zəifləməsinə gətirib çıxartması idi. İndi ilk cənub xanlığımıza baxaq, Urmiya xanlığı. Urmiya xanlığının əsası Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur 1747-ci ildə. Bu Urmiya xanlığının mərkəzi əvvəllər Urmiya, daha sonra Təbriz şəhəri olmuşdur. Fətəli xan hərbi qüvvəsini artmaq məqsədi ilə Nadir Şahın sərkərdəsi Azad xanla ittifaq bağladı. Xoy xanlığının başçısı Şahbaz xan isə öz tərəfinə çəkdi. Mərkəzləşmə siyasətini həyata keçirdən Fətəli xan Əfşar Təbrizi Urmiya xanlığına tabe etdikdən sonra Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə başladı və Xoy, Qaradağ, Marağa və Sərab xanlıqlarını özünə tabe etdi. Beləliklə Cənubu Azərbaycanda cənub torpaqlarının böyük bir hissəsi əsasən də Ərdəbil, Maku və Zəncan xanlıqları istisna olmaqla demək olar ki, hamısı birləşdi. Bunları da qısaca olaraq əzm sözü ilə yadda saxlamaq olar. Nadir Şahın ölümündən sonra Azərbaycan əraziləri və İran torpaqları birləşmək uğrunda mübarizə aparırdı. Kimlər? Yəni Əfşardan başqa, yəni Fətəli xan Əfşardan başqa bu biri Kərim xan Zənd idi, biri isə Məhəmməd Həsən xan Qacar idi. Asırabadlı Məhəmməd Həsən xan Qacar Azərbaycan cənubunun əksər əraziləri özünə tabe edərək Qarabağı yürüş etdi. Bundan istifadə edən rəqibi Kərim xan Zənd Asırabada hücum edib onu ərazisinə hücum etdi. Buna görə də Məhəmməd Həsən xan geri qayıtdı. Geriyə qayıdanda Urmiya xanlığı da özünə tabe edən Məhəmməd Həsən xan Şiraza Kərim xan üzərinə hücuma keçdi. Lakin yolda sui-qəsd nəticəsində öldürüldü. Bu hadisədən sonra yenidən fəallaşan Fətəli xan Əfşar qısa müddət ərzində Azərbaycanın cənubundakı itirilmiş torpaqları özünə tabe etdi və şimal xanlıqları birləşdirməyə çalışdı. Əvvəlcə İrəvan xanlığı birləşmək istədi, lakin ilk səddi baş tutmadı. Sonra 1759-cu ildə Fətəli xan Əfşar Qarabağa hücuma etdi. Bu hücumda ona Məliküşəhərlə kömək etmişdi. Fətəli xan Əfşarın Qarabağa hücumunun nəticəsi belə oldu. Şuşa qalası 6 ay mühasirədə qaldıqdan sonra Pənah xan öz oğlu İbrahim xana girov vermək şərti ilə mühasirədən ərazini azad etdi. Qarabağ xanı Pənah xan Urmiyadan asılılığı qəbul etdi. Fətəli xan az sonra İrəvan və Şəki xanlığına da Urmiya xanlığına tabe etdi. Oralara hücum edib onları özündən asılı vəziyyətə saldı. Və 1760-cı ildə Kərim xan Zəndin Azərbaycan cənubuna hücumu zamanı Təbriz mühasirəyə alınsa da Fətəli xanın təzyiqi ilə Şiraza doğru geri çəkildi Kərim xan Zənd. Lakin Azərbaycanda baş verən hadisələr Fətəli xana Kərim xanı təbliğ etməyə imkan yaratmadı. Və 1761-ci ildə Kərim xanın Azərbaycan cənubuna hücumu Uçan düzündə Qaraçəmən döyüşündə 1761-ci üstünlük əvvəlcə Fətəli xan tərəfdə olsa da, lakin Fətəli xan müttəfiq olan Xoylu Şahbaz xan onu tərk edərək Kərim xanın tərəfinə keçdi və bu da Urmiya xanını çətin vəziyyətə saldı və Urmiya xanı Urmiya qalasına çəkilməli oldu. Və 1762-ci ildə Kərim xan Azərbaycan cənubuna hücumu nəticəsində Azərbaycan xanları arasında ziddiyyətdən istifadə edərək hətta onlara bəzi məktublar da göndərdi və öz tərəfinə keçməyi onlara bildirdi. Pənahxan xan kiçik oğlu Mehralı bəyi Qarabağa vəkil təyin edib Urmiya ərazisinə, yəni Urmiya düşərgəsinə getdi Kərim xan Urmiya düşərgəsinə və Kərim xan 1762-ci ilin mayında Marağa şəhərini tutdu. 9 ay mühasirədən sonra isə Urmiya şəhərini ələ keçirdə bildi. Və 1763-cü ilin ortalarında Kərim xan Fətəli xanı əsir alaraq Şirazda edam etdirdi. Kərim xan döyüşdən sonra köməyinə gəlmiş xanları Şirazda keçiriləcək şənlikdə iştirak bəhanəsi ilə özü ilə əsir kimi apardı. Fətəli xan Əfşarın özünə tabe etdiyi xanlıqlar aşağı-yuxarı idi. Təbriz, Xoy, Qaradağ, Marağa, Sərab, İrəvan, Qarabağ və
Şəki. Bunları özünə tabe etmişdi. Fətəli xan üzrə qələbəni qeyd etmək bəhanəsi ilə Kərim xan Zəndin özü ilə apardığı xanlar isə bunlar idi. Hacı xan Naxçıvan xanı, Pənahxarlı xan Qarabağ xanı, Şahbaz xan Xoy xanı, Əli xan Sərab xanı və Kazım xan Qaradağ xanı idi. Kərim xan Zəndin Fətəli xan Əfşar üzərində qələbəsi nəticələrinə baxsaq, hakimiyyətini Azərbaycan cənubuna yaydı, Urmiya xanlığı zəiflədi və ondan asılı olan xanlıqlar müstəqilliklərini bərpa edə bildilər. Fətəli xan Əfşarın birləşdirmə siyasətinin baş tutmasının əsas səbəbləri nələr idi? Azərbaycan xanları arasında birliyin olmaması, xanlıqların bir-birinə qarşı xarici güclərlə ittifaqa girməsi idi. İndi növbəti Cənub xanlığımıza baxacağıq. Bu Xoy xanlığıdır. Xoy xanlığının əsasını Şahbaz xan qoymuşdu. 1747-ci ildə o hələ Nadirin dövründə Xoy hakimi olmuşdu və əvvəlcə Fətəli xan Əfşarla dost münasibəti saxlamış, lakin sonradan 1761-ci ildə Kərim xan Zəndi Azərbaycan üzmanı onun vədlərinə aldanaraq onun tərəfə keçmiş və Şiraza girov kimi aparılmışdır. Xoy xanı Əhməd xanın dövrünə baxaq. Xoy xanı Əhməd xanın dövründə Xoy xanlığı daha da gücləndi. Bir neçə Azərbaycan xanlıqlarını və Kartli-Kaxetiya ilə diplomatik münasibətlər saxladı və Naxçıvan, İrəvan, Təbriz və Qaradağ xanlığını özündən asılı vəziyyətə saldı. Bunu da qısa nitq olaraq həyatda saxlamaq olar. Xoy xanlığı Urmiya xanlığının zəifləməsindən sonra Azərbaycan cənubunda ən güclü xanlıq idi. Lakin 1786-cı ildə Əhməd xanın ölümündən sonra zəiflədi. Daha sonra Təbriz xanlığı gəlir. Təbriz xanlığına baxaq. 1747-ci ildə Əfşar tayfasından olan Əmraslan xan tərəfindən yaradılmışdı. Əvvəllər Nadir Şaha qarşı baş verən 2-ci Samizli üsyanı yatırmış Əmraslan xan müstəqil dövlət yaratmaq siyasətini yürütdü. Ərdəbil və Qaradağ xanlıqları özünə tabe etdi. Azərbaycan Şimal xanlıqları tabe etmək cəhdi uğursuz nəticələndi və Urmiya xanlığına asılı vəziyyətə düşdü. Burada qeyd var. Deyir 1747 və 51-ci ildə Təbriz xanlığı hakimiyyəti mübarizəsi baş verdi. Əmraslan xandan sonra Azərbaycanın cənubunda Fətəli xan Əfşar başçılıq etdiyi Urmiya xanlığı qüvvətlənməyə başladı və 1763-cü ildə Kərim xan tərəfindən Fətəli xan Əfşarın məğlub edilməsindən sonra Təbriz xanlığı yenidən müstəqil oldu. Növbəti xanlığımız Ərdəbil xanlığıdır. 1747-ci ildə Şahsevən tayfası tərəfindən və onun nümayəndəsi olan Bədir xan tərəfindən əsası qoyulmuşdur. Bir müddət Qarabağ və Təbriz xanlığından asılı vəziyyətə düşmüşdü. 1784-cü ildə Qubalı Fətəli xan tərəfindən Azərbaycanın cənuba yürüşü zamanı ələ keçirilmiş, lakin Rusiyanın narazılığı səbəb olduğu üçün geri çəkilmişdi Qubalı Fətəli xan və həmin ərazi öz müstəqilliyini bərpa etmişdi və 18-ci əsrin sonlarında Qacarlara tabe olaraq öz müstəqilliyini itirmişdi. İndi bundan sonraki xanlığımız Qaradağ xanlığıdır. Qaradağ xanlığı Kazım xan tərəfindən əsası qoyulub 1748-ci ildə. Xanlığın mərkəzi Əhər şəhəri idi. Urmiya və Qarabağ xanlığına asılı vəziyyətə düşmüşdü və 1782-ci ildə Xoy və Qarabağ xanlığı birləşmiş qüvvələr tərəfindən işğal edərək müstəqilliyinə son qoyulmuşdu və ilk süqut edən xanlıqdır. Bunun Cənub xanlığıdır və bunun varlığına Qacarlar yox, Xoy və Qarabağ xanlığı son qoymuşdur. Qeyd var burada. Azərbaycan digər xanlıqları, yəni Təbriz, Ərdəbil, Cənub xanlıqları. Ərdəbil, Makkus, Şərab, Marağa, Zəncandan fərqli olaraq Qaradağ xanlığı müstəqilinə Qacarlar son qoymayıb. Bayaq dediyim kimi. İndi Makku xanlığına keçirik. Səfəvilər dövründə Çuxursat bəylərbəyi tərkibində olmuşdur və 18-ci əsrin ortalarında Bayat tayfasından olan vaxtilə Nadir Şahın Xorasandakı sərkərdəsi Əhməd xan tərəfindən əsası qoyulmuş və 18-ci əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşmüşdür. Sərab xanlığına baxaq. Türk Şəqqaqi tayfasının başçısı olan Əli xan tərəfindən 1747-ci ildə əsası qoyulmuşdur. Əli xan Məhəmməd Həsən xan Qacarla mübarizədə müstəqilliyini qorumuş. Kərim xan formal hakimiyyətini qəbul etmişdi. Sadiq xanın dövründə xanlıq daha da güclənmişdi və 18-ci əsrin sonlarında Qacar dövlətinin tərkibinə daxil edilmişdi. Marağa xanlığı gəlir növbəti xanlığımız. Əsasını Müqəddəm tayfasının başçısı olan Əliqulu xan qoymuşdur və 18-ci əsrin sonlarında Qacar dövlətinin tərkibinə daxil edilmişdir. Daha sonra Zəncan xanlığı var. Əfşar tayfasından olan Zülfüqar xan tərəfindən qoyulmuşdur əsası. Əvvəlcə o Zəncan valisi olmuşdur. Nadir Şahın ölümündən sonra müstəqil siyasət etməyə başlamış və bir müddət sonra Qəzvini özünə tabe etmişdir. Və 18-ci əsrin sonlarında Qacar dövlət tərkibinə daxil edilmişdir. İndi bir qeydimiz var burada. Əfşar tayfasının icra etdiyi xanlıqlara baxaq. Təbriz, Urmiya və İrəvan. İrəvan da 1747 və 1755-ci illərdə Əfşar tayfası tərəfindən idarə olunmuşdur. İndi xülasə burada qısa bir məlumat var. Cənub xanlıqları və baniləri Urmiya xanlığı Fətəli xan Əfşar tərəfindən əsası qoyulub. Xoy xanlığı Şahbaz xan tərəfindən, Təbriz xanlığı Əmraslan xan Əfşar tərəfindən, Ərdəbil xanlığı Bədir xan tərəfindən, Qaradağ xanlığı Kazım xan tərəfindən, Makku xanlığı Əhməd Baybayat tərəfindən, Sarab xanlığı Əli xan Şəqqaqi tərəfindən, Marağa xanlığı Əliqulu xan Müqəddəm tərəfindən və Zəncan xanlığı Zülfüqar xan Əfşar tərəfindən əsası qoyulmuşdur. Sağ tərəfdə xəritəyə baxsaq, açıq aydın hamısı yazılıb əraziləri. Burada
bütün xanlıqların ərazisi var. Yəni bu xəritəyə baxıb bu xəritədən istifadə edərək xanlıqların ərazisini öyrənə və bilə bilərsiniz. Ümidvaram video sizin üçün maraqlı olar və sizin üçün xeyirli olar. Oldu, çox sağ olun.